Beşinci sual. 1 iyun nə gündür? Uşaqların bayramı. Uşaqlar müdafiə. Yaxşı. Üçüncü stol, Odlar Yurdu. Suallar və cavablar. Azərbaycanda musiqi günü nə vaxt qeyd olunur? Azərbaycanda musiqi günü nə vaxt qeyd olunur? 19 sentyabrda. Yaxşı. 18 yazıqlar, 19 deyil. 18 yazıqlar. Düz yazıqlar, amma Ayşə hesabı. Eurovision'da Azərbaycana birinciliyi kim gətirir? Eldar və Nigar. İki ədədin cəmi 7, hasili 12'dir. Bu hansı ədədlərdir? 3 ilə 4'dür. 3'ün üstünə 4 gələn. 3'ün üstünə 4 gələn. 7, 3'ü də 4'ə vuranda 12. Dördüncü sual. Dünyada en büyük materik hansıdır? Avrasya. Bu günün ne vaxt qeyd olunur? Ne? Bayrak. 9 noyabr. O da solla etrafa yedi solla. Murat! Anne her şey al. Qaliblər axşılar. Bu suallar size verilen havadan verilmeyip. Hamısı geçtiğimiz derslerdi. Geçtiğimiz derslerden vermişik sualları. Hiç kime de burada canpaşanlık eğlenmir. Suallar şardan çıktı. Şarı da özünüz partlattınız. Suallar da size geçtiğimiz derslerden olan sual idi. Siz de cevap vereydiniz. Buyurun. Ben buradan dersten kenar sual koymamışım. Hamısı derste olan suallardı. Açıqla. Deməli, musiqi günü 18 sentyabr, düzdür, Aysel, orada vərəqdə düz yazmışlar, Aysel çaşdı 19 sentyabr dedi, düzdür. Azərbaycanı Eurovision'da birincilik gətirən Nigar, Camal və Eldar. Üçüncü sual, 2 ədədin cəmi 7, hasili 12'dir. Bu hansı ədəddir? 3 və 4. Dünyanın en büyük materiki Avrasya materikidir. Bayraq günü nə vaxt qeyd olunur? 9 noyabr. Deməli, Odlar Yurdu stolunda əyləşən şagirdlər sualların hamısına düzgün cavab verdilər. Sonra ilk opera Leyli Məcnun operası kim tərəfindən yazılıb? Üzeyir Hacıbəyov. Şərqdə ilk opera. Sonra Olimpiya oyunları harada və neçə ildən bir keçirilir? Olimpiya oyunları ilk dəfə Yunanistanın Olimp şəhərində 4 ildən bir keçirilir. Sualın cavabı səhvdir, 3 ildən bir deyiniz. Sonra 2 ədədin cəmi 8, hasili 15. Bu hansı ədədlərdir? 3 və 5. Bu sualın cavabı düz. En büyük okean hansıdır? Sakit okean. Sualın cavabı düz. 28 may ne günüdür? Respublikanın yaranması. Bu sualın da cevabı. Bir sualınız, ikinci sualın cevabı səhv idi. Sonra vətən stolunda əyləşənlər. Əskər marşı, sözləri və musiqisi. Sözləri Əhliyyət Süleymanov, Cavanşir Quliyev musiqisi. Musiqisini dediniz, amma sözləri kimində onu deyə bilmədiniz. Sonra Judo üzrə Olimpiya çempionu kimdir? Elnur Məmmədli. Familiyasını səhv dediniz. Sonra hasil. Hansı iki ədədin hasili 16, cəmi 10'dur. 8 və 2. Bu sualın cavabı düz. Ərazisi en büyük dövlət Rusiya. Bu sualın da cavabı düz. 1 iyun nə günüdür? Uşaqları müdafiə günüdür. Deməli, birinciliyi qazandıq bu 3 stol içərisində Odlar Yurdu.
Dəvət edirəm. Ancaq ev işlərində qoçaq olan, əl qabiliyyəti, səliqəsi olan qızlar. Hər stoldan bir dənə qız. Mən bilmirəm, kim evdə anasına kömək eləyir, mətbəxdə, nəsə. Kim evdə iş görürsə, elə olsun o qızlar. Özünüz bir dəqiqə hər stoldan özünüz seçin, kimin məsləhət görürsünüz. Hər stoldan bir qız. Aşıq gəl, buradan. Buradan kim məsləhət görürsünüz? Zərifə. Buradan? Ləman, gəl. 3 dənə qız. Deməli, bizim yarışmamız nədir? Bu cəmin içində pomidor, xiyar, bibar və göyər. Həmə, deyin də səs. Bu taftamız yekərdə ev yox. Burada doğruyarsınız. Biz nəyə baxacaq? Əsas bunların əl işi. Ki görək onlar necə iş bacarırlar. Bunlara gələcəkdə ev etibar eləmək olar yoxsa yox? Deməli, salatı necə hazırlayacaqsınızsa ona fikir veriləcək. Başlayırsınız. Buyurun qızlar, buyurun. Başlayın qızlar. Həriyə bir pomidor, bir xiyar. Mən heç nə bilmirəm. Özünüzün səliqənizdən asılıdır. Baxacaq görək kim necə hazırlayır. Bir-birinizə baxmayın. Həri müxtəlif formada hazırlar. Uzaq başı 5 dəqiqə vaxt verir. Bizim üçündür o təriklər aldışlar.
Vay o salatdan sonra olanın halına. Müəllimlər sizin əl işlərinizə qiymət verəcəklər. Görün kimin hazırladığı salat gözəldir. Pod.az Onlar qiymət verirsin, görək kimin hazırladığı salat səliqəlidir. Amma nəzərə alsınlar ki, Ayşə pomidorun yarısını doğrayır. Müəllimlər qiymət versin və sonra başlayışın. Buyursunlar da, buyursunlar, desinler. Müəllim, buyurun deyin. Kravatın. Gəlir ki, ləmanınçı daha görsək görsənidir. Mən də ləmanınçına bir qiymətlə sıralasam, mən ləmana 5 verərdim. Zərfiyə 5 çıxaq verərdim, buna 4 verərdim. Gələcək sınıf rəhbəri, sizin sözünüz. Mənə görə də ləmanınki daha incə doğranır və daha səliqəlidir. Düzdür, Ayşun'da da daha incə doğranışlar var. Sadəcə olaraq pomidorun yarısı olmadığına görə ondan balı kəsilir. Yenə də hər üçünə də əziyyət çəkdiklərinə görə sağ olsunlar. Onları böyüdən analara təşəkkür. Salatı. Buyurun. Düzdürün. Yerdə oturanlar. Şərtimiz var. Bir dənə uşağın səsi çıxmayacaq. Hamı sakit oturur. Hər stoldan bir dənə oğlan gəlir. Yeməkdə qoçaq olan. Şərtimiz şərtdir. Bir dəqiqə. Bir qulaq asın görün onu bacaracaqsınız mı? Mən deyirəm sizə. Oğlan nə yiyəcək? Səs çoxdur. Çəngəlsiz, əlsiz o salatı yeməlidir. Bəli.
Ağzında hələ pomidor qutarmayıbdı. Aysun pomidorun yarısını doğramışdı. Bəli, mən də onu nəzərə aldım ki, Aysun pomidorun yarısını doğramışdı. Pomidorun yarısı dururdu. Sen de orada bağlı verdiler de eksik verdiler. Bir dəqiqə. Onu nəzərə alırıq. Amma qızlar, bir dəqiqədə, indi hamısını nəzərə alırıq. Həm qızların işinə qiymət verilir, həm indi oğlanların işinə qiymət verilir. Deməli, axıra kimi sevən yedi, birinci qutardı, düzdür. Az olduğuna görə orada bir nəsə haqsızlıq olur. Sonra Sadiq yeyə bilmədi. Rəhim də axıra kimi idi. Ləmanın salatına 5 verildi. Zərfənin salatına 5 çıxar. Aysunun salatına da 4. İndi 4 Aysunun salatı, 5 Sənan, 9. Sonra Rəhim axıra kimi yedi, 5.
Nəticələrini müəllimlər özləri desin, təxminən. Mən bu söz demirəm. Yarışmamız oldu. Sual yarışması, salatın hazırlanması, birdən stol yarışması. Stol yarışmasında hansı stolda oturan? Emin. Vətən stolunda oturan. Salat yarışmasında Sənan. Burada isə suallar yarışmasında da Aysel. Hər stoldan bir nəfər qalib gəldi. Deməli, oradan verilir Sənana hədiyə. Sonra Oğlar Yurdundan hədiyə verilir Ayselə. Bu stoldan da hədiyə verilir kimə? Eminə. Mən sizə elə bir hədiyə almışam ki, bu sizin həmişəlik yadınızdan çıxmayacaq, daima da sizin özünüzdə qalasıdır. Elə bir hədiyədir ki, bunun nə uşaq, nə valideyn, nə atasıdır, nə cırasıdır. Xahiş edirəm keçin yerinizə. Sağ olun. Bugünkü yarışmada iştirak edən hər bir şagirdə öz minnətdarlığımı bildirirəm. Sağ olun ki, bu yarışmada qalib ola bildiniz. Hamınıza təşəkkür edirəm. Buyurun, qaqaşqa. Buyurun müəllimə. İndi isə mən xahiş edirəm, bizim bu tədbirimizin yekununda, düzdür, rəqsimiz də olacaq, valideynlərə də sözümüzü verəcək, amma nəticədə istəyirəm bu şənliyimizi bizim şirinliklə, gözəl, məktəbin rəmzi olan, şagirdlərin birlik rəmzi olan kitab tortu ilə məclisimizi yekunlaşdıraq və tədbir